Axşamınız xeyir olsun. Mən də bir Azərbaycanlı kimi, Qarabağlı kimi öz fikrimi çatdırmaq istəyirəm. Özüm Rusiyada yaşayıram. Bu bizim Azərbaycanın deputatı Aslan müəllimin sözlərini eşitdim. Düzdür, müəllim söz düşmür ona. Bu bizə qarşı elədiyi bu səhv söhbəti, bu adxod sözünü eşitdim. Çox pis oldum. Ona fikrimi çatdırmaq istəyirəm ki, biz adxod deyilik. Ona görə ki, Azərbaycanda qalıb onu kimi yaltaq olmaqdanca da elə bax belə yerlərdə, çöllərdə başımızı aşağı salıb 5 şuna çörək pulumuzu qazanmaq hamısını döyür. Şükür Allah ki, hər şeyimiz var. Biz ki Rusiyada belə yaşayırıqsa da, özümüzü baş çıxarırıqsa da, deməli bizi kimi olanlar həmişə Azərbaycanın özündə 10 dəfədən bundan artıq işləyə bilərik biz. Belə aslanlara görə də biz vətəni tərk eləmişik. Belə aslanlara görə heç vaxt Qarabağ qayıtmayacaq. Belə aslanlara görə heç vaxt Azərbaycanda korrupsiya qutarmayacaq. Elə hər arta gedəcək. Mən bir də ona demək istəyirəm ki, bu bizi adxod deyir, özünə ləqəb qazandı. Elə onun özü. Onun məsəl üçün gələcək uşaqlarına məsəl üçün deyəcəklər ki, bu deməyəcəklər, filankəsin oğludur. Aslan müəllimin. Deyəcəklər ki, adxod Aslanın oğludur. O şey özünə qazandı. Bir də hörmətli prezidentimiz İlham Əliyev cənablarını da fikrimi çatdırmaq istəyirəm. Xahiş edirəm, belə şeylərə diqqət versin. Belə insanlar müaylə gəlirkən bu yuxarıda olmamalıdır. Yuxarı vəzifədə işləməməlidir. Bunun kimdir? Bunun özü, bunun yanındakı, bunu kim ora seçib qoyubsa da belə bunu ağıldadılar. Bunun yanında oturub duran adamlar, nə bilim, onun o şeylər, quru qapşeniyası. Qoşum, çox sağ olun, məndə bu qədər. Bütün Azərbaycanlıları, Rusiyada yaşayan Azərbaycanlılara öz salamlarımı çatdırıram. Biz həmişə bir də olmalıyıq. Biz həmişə nə qədər ki, bir-birimizin arxamızda durmuşuq. Bizə heç bir aslanlar bizə bata bilməz. Çox sağ olun, öpürəm hamınızı.